Variable'dır, yəni dəyişən və ya dəyişənlər. Yaxşı, görək bu dəyişən nədir? Qısaca belə deyək, məlumatı, yəni datanı yadda saxlamaq üçün istifadə olunan adlandırılmış yaddaş sahəsi. İndi adlandırılmış nədir, onu da birazdan deyəcəm. Yəni siz qısaca variable bir qutu kimi düşünün. Yəni içərisinə məlumat yığılan bir qutu. Yəni belə deyək də, məsələn, qələmi seçim. Evinizdə kitablar var və o kitabları nəyə yığırsınız? Məsələn, bir qutuya yığırsınız da və o qutuya da indi kitablar riyaziyyat ola bilər, informatika və s. Və o qutuya bir dənə ad verirsiniz. Məsələn, kitab. Bax, variable həmin qutudur, kitab da variable-a, yəni o variable-ın dəyişənin adıdır. Yəni həmin qutu özü dəyişəndir, dəyişənin adı isə o qutunun üzərində yazdığımız kitabdır. Yəni siz o variable-ı qısa şəkildə bir qutu kimi düşünün. Məlumatı yadda saxlayan qutu. İndi baxaq görək variable necə yaradılır. Əvvəlcə bir dənə ad müəyyən edək. Fərqi yoxdur. Məsələn, name. Name-dən sonra bir mənimsətmə işarəsi, yəni bərabərlik. Bizim riyaziyyatda başa düşdüyümüz bərabərlik burada mənimsətmə kimi rol oynayır. Yəni tək bir bərabərlik mənimsətmədir. Məsələn, name. Burada məsələn nə yazdım? Codement yazayım məsələn. Burada nə başa düşürük? Bax, codement name dəyişəninə mənimsədilib. Riyaziyyatdakı tək bərabərlik burada olur mənimsətmə. Pythonda bərabərlik işarəsi 2 dənə bərabərlik, riyaziyyatda gördüyümüz 2 dənə bərabərlik Pythonda bərabərlik deməkdir. Amma tək bir dənə bərabərlik mənimsətmədir. Aha. Başqa birini yaradaq. Məsələn, age, yaşımızı yazdıq. Məsələn, 23. Və ya başqa bir şey, fərq yoxdur. Məsələn, mənası yoxdur məsələn. Hərflər çoxluğu yazıb, heç mənası yoxdur. Amma bunu Python bir dəyişən kimi qəbul eləyir. Mənimsətmə işarəsini qoydum. Məsələn, fərq yoxdur. Bir ədəd də verə bilərəm, 79. Biz keçən dərs yazdığımız kodu ekrana çıxartmaq üçün nədən istifadə edirdik? Printdən. Print daxil etdim. Printin daxilindən nəyi ekrana çıxartmaq istəyirsə, yəni hansı dəyişənin nəticəsini ekrana çıxartmaq istəyirsə, print daxilinə onu yazırıq. Məsələn, mən age, yəni yaşımı ekrana çıxartmaq istəyirəm. O zaman print daxilində dəyişənimizin adını yazdıq. Sonra run Python file və ekrana yaşımız çıxdı. İndi fərqi yoxdur. Bunu istəyirsiniz name, age və digərini də print daxilində yazıb ekrana çıxarda bilərik. İndi İndi eyni dəyişəni yenə yaradıram. Name adlı dəyişəni yenə yaradıram. Ancaq bu dəfə fərqli bir şey mənimsədirəm. Məsələn, öz adımı yazdım. Fariz. Baxın, eyni dəyişəndir. Birincisi də name'dir, ikincisi də name'dir. Amma fərqli şeylər mənimsədilib. Print deyərək ekrana, yəni print daxilində name yazdım. Ekrana görək nəyi çıxardacaq. Fikir verin, ekrana Fariz çıxartdı. Düzdür, yuxarıda da neyimə kodumu idi mənimsətmişik. Aşağıda Fariz. Niyə Farizi ekrana çıxartdı? Çünki Python belə deyək, insansız bir beyni yoxdur. Biz ona birinci dəfə codement verdikdə, o başa düşürdü ki, neyimə codement mənimsədilir və məndən codement istəyir. Amma artıq ikinci dəyişəni yaratdım, eyni adlı dəyişən. İkinci dəfə artıq Fariz adını mənimsətdim. Python başa düşdü ki, artıq bu yenidir və yenisini istəyir məndən. Ona görə də ekrana gətirdi, Farizi çıxartdı. Məsələn, üçüncüsünü yazıram, yenə eyni dəyişən. Bu dəfə də fərqli bir şey yazıram. Məsələn, Murad yazıram. Ekrana bu dəfə Muradı çıxardacaq. Çünki ona ən son verdiyim məlumat Muraddır. Ən son name dəyişəninə mənimsətdiyim cəmiyyət Muraddır. Ona görə də ekrana gətirib Muradı çıxardır. İndi gələk belə bir şeyə. CLC deyib ekranı təmizləyək. Gələk belə bir şeyə. Məsələn, sadə bir nümunə yazıram. Bunu silim. Variable əvvəlcə belə deyim. X bərabərdir 6. Yəni X deyə kiçik bir hərfdən də ibarət ola bilər. Biraz əvvəl yazdığım kimi name adlı tək sözdən də ibarət ola bilər və 2 və daha artıq sözdən də ibarət ola bilər. İndi məsələn belə bir şey yazdım. X bərabərdir 6, Y bərabərdir 9, Z bərabərdir codement. Ağlıma başqa bir şey gəlmədi. Print X deyirəm. Print Y deyirəm.
Bir də print Z deyəcəm. Ekrana çıxartdıqda nə olacaq? Sadə bir şey. 6-9 kod min. İndi mən aşağıda gəlirəm. 6 yazdım, 9 yazdım və kod min yazdım. Və gətirib print 6, print 9 və print kod min yazıram. İndi buradakı selsi deyim, ekranı təmizləyim, rahat görünsün. Ekrana baxaq görək nə çıxacaq. Bax, iki dənə fərqli bir şey. Baxın, yuxarıdakında da, yəni bax birincisində də x bərabər 6, y9, z kod min print x, y, z. 6, 9 kod min. Aşağıdakında da 6, 9 kod min yenə eyni nəticə çıxır. Yaxşı, eyni nəticə çıxırsa, baxın, birincisində mən variable'lardan, yəni dəyişənlərdən istifadə etdim. X, Y, Z dəyişənlərindən istifadə etdim. İkincisində X, Y, Z dəyişənlərindən istifadə etmədim, amma eyni nəticə alındı. İndi ortaya sual çıxır. Bəs yaxşı, eyni nəticəni alırıqsa, biz niyə dəyişənlərdən istifadə edirik Pythonda? Belə deyək, texnologiyanın beyni fərqlidir, insan beyni fərqlidir. İnsan beyni istədiyi bir şeyi istədiyi tərzdə yadında saxlaya bilər. Amma məsələn Python üçün bu elə deyil. Python deyir ki, bax mən 6-nı, 9-u kod mindir. Nə olduğunu bilirəm, ekrana da çıxardıram. Amma mən bunları saf halda yaddaşımda saxlaya bilmirəm. Əgər yaddaşımda deyil saxlamağımı istəyirsənsə, o zaman mənim kəmiyyətlərimdən istifadə et. Və mən də deyirəm ki, yaxşı, sənin variable'ların var da. Sənə bir dənə x, bir dənə y, bir dənə də z variable yaradıram. Biz biraz əvvəl variable'a, yəni dəyişənə nə demişdik? Bax, qutu demişdik də, elə deyilmi? Həmin bu qutu Python olur yaddaşı. Bax, bu qutu yaddaş rolunu oynayır. Bizim o 6, 9 kod minti gətirir bu yaddaşda yazır, sonra gətirir ekrana verir. Bax, bu daha əlverişlidir. İndi mən burada 3 cəmiyyət daxil etmişəm də 6, 9 kodumu. Gələcəkdə bunların sayı daha çox ola bilər. Bu sadə bir nümunə idi. Yəni yeni başlamışıq deyə. Məsələn, 80 dənə cəmiyyət olsaydı, biz 80-ni də yazıb 80 dənə print mi yazacaqdıq? Təbii ki də xeyr. Gələcəkdə biz indi siyahılar keçəcəyik. Siyahılar cəmiyyətlərin sayı çox olduqda onları siyahı halına gətirəcəyik. Ondan sonra həmin siyahını da bir dəyişənə mənimsətməliyik. Yəni qısacası birincisi burada yazdığımız kodu, yazdığımız cəmiyyətləri Python yaddaşında saxlamalıdır. Yəni bir qutuda saxlamalıdır. Həmin qutu dəyişənlərdir. Bu birinci səbəb. İkinci səbəb daha əlverişli dəyişənlərdən istifadə etmək üçün daha rahatdır. Yəni məsələn mən burada gəlib indi bu sadə bir koddur. 6 yox da 8 olsun desəydim sadəcə variable'ın qiymətini dəyişəcəkdim. Burada amma aşağıda məsələn 6-nı da siləcəkdim. Məcbur gəlib print daxilindəkini də silib yerinə 8 yazacaqdım. Yəni daha əlverişli üsul variable'lardan istifadə edilən üsuldur. Belə, yəqin ki, artıq niyə variable var, niyə istifadə edirik, bunu başa düşdük. İndi bir də bir şey deyim. Bu günlük bu qədər. Variable nədir, necə yaranır və nə üçün istifadə edilir? Əsasən bu suallara cavab tapdıq. Gələn dəfəki dərsdə, yəni 3-cü dərsdə variable names, yəni dəyişənin adlarını öyrənəcəyik. Daha yaxşı, əgər bir sualınız vardısa, yorumlarda ya da səhifədə Instagram səhifəsi var, oradan daxil olub sualınızı verə bilərsiniz.